Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Xəzər Futbol Liqasında 14-cü sezon qaldığı yerdə davam edir. Məhz bu qarşılaşmada biz Ultrasan və Şimal Qres kollektivlərini üzə görürük. Meydana sol tərəfdə Şimal Qres, sağ tərəfdə isə daha doğrusu meydana sol tərəfdə Ultrasan, sağ tərəfdə isə Şimal Qres yer alır. Bir qədər də start heyətləri barəsində bəhs edir. Şimal Qres hər zaman olduğu kimi qapıda Vahid Məmmədov, müdafiədə İlkin Alışov və Jenya Afanasyev, mərkəzi Elvin Xəlilov, hücumda isə Tural Əhədov, Malik Zeynalov mübarizə aparacaq. Digər tərəfdə Ultraslanda qapıda Ruslan, müdafiədə biz Əli Ələkbərli və Tural Vəliyevi görürük. Hansı ki, adətən biz onları öyrəşmişik görməyə Bakının heyətində. 14-cü sezonda onlar Ultraslana transfer olublar. Uzun müddət sonra onları fərqli bir heyətdə, fərqli bir komandada görürük. Daha sonra Zəfər Hüseynov, Mehdi Rəhimov və Camal start heyətdə yer alan oyunculardır. Ekranımızı bəyəndirib paylaşırıq. Zəhmət olmasa suallarınız olursa da çəkinmədən yazın. Mən də cavablandırmağa hazıram. Çox təşəkkür. Ruslan. Elvin. Ultraslan və Şimal Qres. Mehdi Rəhimovla Ultraslan əmləsi. Jenya Afanasyev. Camal top ələ keçirdi. Zəfər Hüseynov. Zəfər. Jenyadan qayıtdı. Elvin Xəlilov önündə qaldı Elvin. Elvin. Korner. Şimal Qresin standart vəziyyəti 2-3-dən zərbə. Malik Zeynalov. Önü bağlıdır, bir qədər geriyə qayıda bilər. Səfərin təzyiq var idi, out. Əhədov. Elvin Xəlilov. Girdəyik zərbə, Ruslan. Var olun ekran beynəni, Raşada darıcı görürəm. Bir zərrətdə minnətdarlığımı bildirəm. Suallarınız olursa da çəkimdə yazın. Yeni Suraxanı stadionu 14-cü sezon 3-cü tur çərçivəsində məhz Ultraslan və Şimal Qres komandaları üz-üzədə qarşılaşmada elə ki qolsuz bərabərlik var. Ruslan Diaqanla doğru ötürmə. Etdi yüksəldi. Zərbə indirə bilmir. Jenya Afanasyev. Aydın ötürməsi Vəliyev qarşıladı. Əli Ələkbərli. Zəfər. Tural Vəliyev. Əli Ələkbərli. Səmti dəyişdi Zəfər. İncirahda Tural var. Bitirmən o doğruydu, amma adaşıb. Onu qabaqlamışdı. Camal. Vəliyev. Eti çatmadı ötürmə. Jenya. Əks həmlə ola bilər. Ola bilməz artıq. Əksizun şansı başlamadan bitdi. Üzülürsə yolda şakir. Ay sen bizim oğlum vay sen oğlum. Sen oğlum. Deyirəm ben sana. Ali sen meydandasın. Əli Ələkbərli. Elvinlə mübarizə apardı. Əlinin zərbəsi. İlkin Alışov. Vahid. Jenya Afanasyev. Şimal Qresin əmləsi. Malik Zeynalov. Elvin Xəlilov. Bir ara ötürməsi Əhədov.
Dəqənlə danışmırdı. Aydın. Əhədov. Malik Zeynalov. Orada Əhədov. Qayda pozulub. Cərimə zərbəsinin standart vəziyyəti izləyək. Şimal Qres atına. Ruslan 2 nəfərdən ibarət cambul səddi istədi. Malik və Əhədov topun arxasında. Malik uzaqlaşdı. Tural Əhədov. Out. Alışov. Vəliyə də dəymişdi top. İbrahim çok sağ ol. Elvin Xəlilov. Sona qədər oynadı, itirmədi. Zəfərdən yaymaq istəyir. Jenya. Taban ötürməsi keçinməli. Ələkbərli. Vəliyev. Ruslan Diaqanla doğru Mehdi Rəhimov. Cərimə meydançası daxilində qapısı toxulmazdı məhz. Referi qayda pozuntusu qeydə alır. Vəliyev. Elvin Xəlilov ötürmə. Malik Zeynalov. Şırtmaz zərbə. Çox klas. Etəşən biri qolla görüşdə tizim qırıldı. Ruslanın başı üzərindən atır topu Malik Zeynalov. 1-0. Şimal Qres 1. Ultrasan 0. Camal Olla cəmlələr. Yəni rəqiblərindən. Out. Mehdi Rəhimov məhz mübarizəyə davam edə bilməyəcək kimi görünür. Əvəzlənir. İmanxan Turabov meydana daxil olmağa hazırlaşır. Zəfər. Jenya ötən dəqiqələr ərzində səhvsiz və səliqəli çıxışı ilə fərqlənir. Korner izləyək. Ötürmə rəqib alındı sanki Elvin Xəlilov. Alışov səslədi komanda yoldaşını Elvin. Alda cəmlələr. Zəfər Hüseynov. İmanxan Turabov. Vəliyev. Vəliyev! Ket göndərdi, dirəyə dəydi. Böyle toxunuş da var idi. Bir alda cəmlə rəqibinə yayındı. Şimal Qresin minimal hesablı üstünlüğü var. Ultraslan önündə Malik Zeynalov meydandakı yeganə golun sahibidir. Jenya Afanasyev. Limanxanın təzyiqi vardı Alışov. Əhədov. Nəzarəti, topu nəzarətin özlərində saxlamaq istəyir Şimal Qres tərəfi. Xəlilov. Vahid Məmmədov. Alışov.
ki, Ultraslana edilən təzyiq, pressing öz bəhrəsini göstərmir. Alışov top meydanda saxlama bacarlar, ötürməsi də yaxşı aldı Malik. Burada niyə Elifin əmləyə qatmaq istədi, niyə? Məsələ komanda yoldaşları da bunun iradını bildirir. Elə Əkbərli. Cabal. Zəfər. Jeniyanın müdaxiləsi var, Davud. Camal yayındı rəqibindən. Məsələ keçmir. Jeniya müdaxilə etmişdi Malik. Dəhədov. Taban ötürməsi Malik. Top eləməz Malikin üzünə meydanı tərk edir. Out. İlk hissəni yarılamışıq artıq. Ruslan. Zəfər. Ələl Əkbərli. Əlin zərbəsi vahid yerindədir. Təkrar etməyə imkan verilmədi. Alışov. Ələl Əkbərli. Geldim ben de. Vəliyev. İmanxan Turabov. Zəfər. Malik Zeynalov özünü çatdırdı, zərbədə imkan vermir. Ekranımızda bəyənək zəhmət olması dostlar, qardaşlar bəyənək paylaşaq. Suallarınız olduqca da çəkinmədən yazın, mən də cavablandırma hazıram. Əli, İmanxan Turabov. Zəfər yenidən İmanxanla oynadı. Zərbə keçmir, Eliği verin Xəlilov. Bir qədər daşı Dəhədov götürmək istəyirdi Elifin. İmanxan. Malik Zeynalov. Jeniya. Malik. Mərkəzə doğru Xəlilov. Bir qədər ayaq saxladı, gözlədi komanda yoldaşlarının gəlməsini. Zəfər. Zəfər! Hüseynov. Çərçivə bir baxış atdı və topu dəmin nöqtəyə göndərməyə bacardı. 1-1. Hesab bərabərləşir. Ultraslan 1. Şimal Qres 1. İki hissədə son 10 dəqiqə. Hesabda 1-1'li bərabərliyi var. Orada əvəziyyətimə gəldi. İlkin Alışovun əvəzinə Adaşı və kapitan İlkin Heydərov meydana daxil. Burada Jeniya rəqibini yola saldı. Afanasiyevin zərbəsində müdafiəçi edir. Top korner. Xəlilov. Ekranımızı bəyənək, zəhmət olmasa. Bəyənən aşağıda darınız görəm. Suallarınız olursa da çəkinmədən yazın. Mən də cavablandırma hazıram. Vəliyev. Bir ara ötürməsi Camal. Ələl Əkbərli. İmanxan Turabov.
Camala doğru çevirmək istədi, alamadı. Xəlilov əksizon şansı. Zamalın geri qayıdır. Topu qazanır Əlil Əkbərli. Zəfər Hüseynov. Malik Zeynalov hesabı açmışdı. Zəfər Hüseynov isə hesabı bərabərləşdirib. Camal alda cəmlələr. Bitirməsini verməyə bacardı İman Xan. Əli itirmək istəyirdi yayında rəqibindən. Camal. Əhədovun pressingi var. Təcrüz bərəsini göstərdi. Qazandılar Əhədov. İman Xan Turabov. Vahid keçid vermir. Orada oyuncu dəyişikliyi başladı bu Ultraslan heyətində. Firat Hüseynov meydan daxil olub. Əvəzlənən oyuncu isə Camaldır. İnzes qələbə qazandı minimum fərqlə. 5-4. Görmədim abi. Çəkdim amma bilmirəm, yəni görmədim. Arkadan Firat ona ihtiyaç yok arkadan dur. Xəlilov. Əhədov yayını rəqibindən Əlil Əkbərli top meydana çıxardı. Amma orada top son olaraq Əhədova dəymişdi. Qapıdan zərbə. Yeni Suraxanı stadiona 1-1 bərabərliyi var. Ultraslan 1. Şimal Qres 1. Vəliyev. Jeni Afanasyev. Əlil Əkbərli. Zəfər topu meydanda saxlamaq istəsə də alınmadı. İkisi də son 5 dəqiqə. Görək fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Əlil Əkbərli diaqonala doğru Mehdi Rəhimov. Mehdinin zərbəsi Vahid. Corner. Bir qədər göz gəzdirdi. Qapı qarşısını itirmək keçmir. Out. Firat Hüseynov. Müqamətini itirdi. Hərçənd ki, topu da itirdi. Malik Zeynalov Vəliyevdən yayına bilmir. Vəliyev! Malik Zeynalov, Jeni Afanasyev, Elvin Xəlilov. Kapitan Jeni. İlkin ötürmək istəyirdi. Eydarovla oynadı. Aldad Cəmlə. İlkin zərbə Ruslan yerindədir. Uzaqlaşdırmaq əməsi idi. Ötürmə xarakteri daşımırdı.
Əlel Əkbərli. Əlin zərbəsi. Orada içinə də dəymişdi top. Bir qədər trayektoriyasını dəyişdi, amma buna rəğmən Vahid yaxşı reaksiya verir. Keçid vermir. Əlil Əkbərli. Yeni dalğa gəlir. İmanxan Turabov. Firad Hüseynov. Firadın zərbəsi Vahid təkrar əmləyən Mehdi. Vahid. Elvin Xəlilova doğru Əlil Əkbərli. Keçid yoxdur. Vəliyev. Firad. Aram etmək bazarda Firad Hüseynov. Evet, o müdaxiləsi vardı Əlil Əkbərli. Malik Zeynalov. Elvin Malikin önü istiqamətə ötürmə Ruslan. Vaxtında qapısını tərk edir. Vəliyev. Yayında rəqibindən Vəliyev ötürmə Mehdi. İlkədə saxlamadan, gözlətmədən zərbə indirsəydi. Artıq qol deyə səsləndirmişdim. Əhədov! Müdafiəçiləri də Elvin Xəlilovun zərbəsi və korner. Firad. İmanxan Turabov müdafiəni azlıqda yaxalayıblar. İmanxan. Vəliyev. Əlil Əkbərli. İmanxan Turabov. Aldan cəmlələr bir rəqiblərini aldatdı. Top qapıdan keçirdi. Bu Ultraslandan geri dönüş qoludur. Ultraslan 2. Şimal Grace 1. İlk hissəndə artıq sonlardan yaxınlaşırıq. İlk hissədə son əmlələr, son cəhdlər. Vəliyev. Əlil Əkbərli. İmanxan səmti dəyişdi Əlil Əkbərli. Hər ikisi doğru. Vəliyev. Elvin Xəlilov. Elvin. Ruslan birə-birdə keçid vermir. Referdə saatına nəzər yetirir. İlk hissədə artıq son əmlədir. Elvin. Korner. Son bir imkan. Başla zərbə! Alışovun başla zərbəsi. İlkin Heydərov tamamladı. 2-2. Belə bu hesabladı ilk hissə yekunlaşır komandalar fasiləyə. Bərabər şəkildə yol alınır. Etir ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik.